Amazonka meşələri dünyanın ağciyəri hesab olunduğu kimi herhalde belə deyiblər də. Əslində yer planetin ağciyəri okeanlardır. No, indi şahlıqdan coğrafiya kitablarında, dərsliklərdə belə yazıblar ki, Amazonka meşələri yer planetinin ağciyəridir. İndi Amazonka meşələri yer planetinin ağciyəri olduğu kimi Talış meşələri də Azərbaycanın ağciyəridir. Allah ağciyərlərimizi bizə çox görməsin. Maşallah. Kakraz Allah haqqında mahnı gedir.